Hər birinizi salamlayan millət, kanalımıza xoş gəlmisiniz. Mən Təbriz, siz isə Milyoner kanalındasınız. Bugünkü videomuzun mövzusu gündəlik pozitiv qalmaq üçün 5 yol. Yəni biz gündəlik bu 5 yoldan istifadə etsək, biz gündəlik də pozitiv qalacaq. Artıq neqativ düşüncələrdən çıxmaq lazımdır və hər günümüz pozitiv olmaq lazımdır, gülümsəmək lazımdır. Günümüz yaxşı keçsin deyə. Yəni evdən çıxarkən negativ çıxsaq, günümüz axşama kimi negativ olacaq. Ona görə də biz nə etməliyik? Daim pozitiv qalmalıyıq. Pozitiv qalsaq, işlərimiz də yaxşı olacaq. İş yerində, iş yoldaşlarımızdan və axşam evə döndükdə biz yenə də pozitiv olacaq. Sabah üçün yenə pozitiv olmalıyıq. Ona görə də keçək videomuza. Vaxtımızı çox almaq istəmirəm. Kanalımıza dəstək olmanızı xahiş edirəm. Videolarımızı bəyənib kanalımıza abunə olsanız çox sevinərəm. Çünki montaj etmək, bu qədər videolar çəkmək mənim üçün bir o qədər çətindir. Çünki bir o qədər vaxtım da yoxdur. İndi keçək videomuza, görək bizi hansı yollar gözləyir. Pozitiv qalmaq üçün birinci yolu baxırıq. Səhər oyandığın an telefona yox, özünü yoxla. Əllərini telefondan uzatmadan əvvəl gözlərini tavana dik və sadə bir sual ver. Mən bugün nə hiss edirəm? Əgər içində narahatlıq varsa, onu inkar etmə. Sadəcə qəbul et, həyat o an başlayır. Pozitivlik süni gülümsəmək deyil, özü ilə səmimi olmaqdır. Yəni, sən artıq yataqdan qalxdıqda, yuxudan ayıldıqda, sən ilk düşündüyün bir şey olmalıdır. Bugün mən pozitiv olacağım, bugün məqsədimin arxası gələcəm, bugün bu işi tamamlayacağım, bugün bu işin ardınca gələcəm və axşam üçün bu işləri tamamlayıb bitirməliyim. Yəni sən onu beyninə qoysan, məqsədinlə evdən çıxsan, sən o an daha enerjili olacaqsan və gördüyün iş nə qədər çətin olsa belə sən yorulmayacaqsan. Bunu sənə əminliklə deyirəm. Çünki mən də bunları yoxlamışam və bura yazmışam. İndi buradan da sizlərə oxuyub deyəcəm. Keçirik ikinci yolumuza. Görək ikinci yolda bizi nə gözləyir. İkinci planda bunu qeyd etmişəm ki, günə planla başla, çox sadə və real 2-3 mənada yaz. Su içəcəyəm, 10 səhifə oxuyacağam, bir nəfərə təşəkkür edəcəyəm, beynin tapşırıq aldıqda fokuslanır. Yəni ki, plan olmayan günlərdə zehin boş qalar və boşluğa ilk daxil olan isə adətən mənfi fikirlər olur. Kiçik adımlar böyük günlər yaradar. Yəni ki, sən boş-boşuna evdən çıxsan, heç bir məqsədiniz olmasa, siz gününüz ya negativ keçəcək, ya kimlənsə dalaşacaqsınız, ya da ki, boş vaxt işçisi olacaq. Ona görə də gününüzün rutinini özünüz yaradın. Pozitiv olun, qarşınıza məqsəd qoyun, evdən çıxarkən məqsədlə çıxın. Bunların hamısını mən edirəm və etdiyimə görə nəticə əldə etmişəm və sizlərlə paylaşmağı seçmişəm. Belə dostlar, yəni evdən çıxarkən hər şeydə də onu deyirəm, məqsədlə çıxın. Məqsədlə çıxdıqda siz çox şeylər əldə edəcəksiniz. Bugün mən bu qədər pul qazanmalıyam, bugün mən bu işləri görməliyəm, bugün mən filan yerdə filan görüşüm olacaq, bugün mən filan dostumla görüşməliyəm. Yəni bunlar hamısı yazılı şəkildə, şablon şəkildə olarsa, ən azından təxmin edib evdən çıxdıqda siz 80% ehtimal edirsiniz və həmən ehtimalla rastlaşırsınız. Əgər siz evdən çıxdıqda əsəbi çıxacaqsınızsa, gedib iş yerində, iş yoldaşlarınızla da dalaşacaqsınız. Sonra qarşınıza çıxan bütün insanlarla negativ olacaqsınız. Onların da rutinini salacaqsınız. Onların da potensialını düşəcəksiniz. Çünki sən negativsənsə, ətrafa da negativ şüa saçacaqsan. Sən pozitiv olacaqsansa, ətrafa da pozitiv şüa saçacaqsan. Buna görə də negativ yox, pozitiv olmağı seçməliyik. Üçüncü yolumuz isə bədəni oyat, hərəkət et. İdman zalına getməyə qətiyyən ehtiyac yoxdur. Sadəcə 5 dəqiqə nəfəs al, qollarını qaldır, adımla pəncərəni aç. Bədən enerjiyə dolduqca zehin də durulur. Hərəkətsiz bədən ruhun qəfəsi olur. Özünü oyat, çünki ruhun sənin aktivliyinə ehtiyacı var. Yəni ki, burada onu deyirik ki, bədən nə qədər aktiv olsa, sən psixoloji olaraq o qədər gümrah olacaqsan. Sən gümrah olduqda ətrafa o qədər gümrah şüa saçacaqsan. Yəni, sən aktiv qalmalısan ki, gün ərzində aktiv olasan. Bədəndə olan enerjin psixoloji olaraq səni daha da gümrah eləyir. İlk öncə gümrah və aktiv olmaq lazımdır. Dördüncü yolumuz isə özünə bir gözəl söz de, səmimi ürəkdən. Güzgüdə öz gözlərinə bax və de.
Sən bacaracaqsan, sən kifayət qədər yaxşısan, sənin həyatın dəyərlidir. Dünənə baxdıqda özümü çox gözəl hiss edirəm. Əvvəlki günlərdən qat-qat yaxşıyam. Bu sözlər bəlkə ilk günlərdə yad gələcək, amma zamanla ruhum bunları eşitdikdə və qəbul edəcək. Pozitivlik çox danışmaqda deyil, doğru sözləri özünə tanımaqdan gizlidir. Yəni ki, sən güzgünün qarşısına keçdikdə, özünü orada gördükdə, sən ancaq pozitiv sözlər dedikdə sənin potensialın da yüksələcək və özünü daha da gümrah, aktiv və pozitiv hiss edəcəksən. Amma sən güzgünün qarşısında saçım belədir, niyə mənim sifətim belədir, niyə mən belə oldum, bu gün nasiyonam yoxdur dedikdə, sən avtomatik olaraq psixoloji cəhətdən negativə düşəcəksən və qapıdan çıxdıqda, işə çatana qədər qarşına çıxan bütün insanlara negativ şüanı saçacaqsan, onların da nasiyonasını zəhər edəcəksən, sonra gedib iş yoldaşlarını orada onları da negativ hala salacaqsan və bu səni avtomatik olaraq sənin və ətrafını bir dairə içərisində negativ hala gətirəcək. Ona görə hər şey səndən asılıdır. Sən yataqdan qalxdıqda özünü necə qaldırırsan, o formada davam edəcəksən. Buna görə də negativ yox, pozitiv qalxmaq lazımdır. İndi keçək 5-ci yolumuza. Son və 5-ci yol. Günün sonunda telefonu deyil, gününü yoxla. Əlin Instagrama yox, ürəyinə getsin. Bu gün nə yaxşı keçdi, nəyə görə minnətdaram. Hətta çay içdiyin an gözləyirsən onu. Pozitiv olmaq hər şeyin yaxşı olması deyil. Pis şeylərin arasında yaxşı olanları da görə bilməkdir. Bu gücdür, bu bir istedaddır. Yəni ki, sən belə deyək ki, oturub boş-boş, yəni iş vaxtı və yaxud da evdə olarkən boş-boş telefona baxıb, oradan negativ özünə nəsə ötürürsənsə, bu səni gün ərzində yox, ümumi yaşadığın günlərdə belə səni negativ saxlayacaq. Əgər sən yaxşı şeylərə baxıb, yaxşı şeylər götürəcəksənsə, bu səni avtomatik olaraq pozitiv edəcək. Çünki sən məqsədi qoysan qarşısına, həmin məqsədin arxasınca getsən, sən negativ qalmağın mümkünsüzdür. Əgər sən məqsədin olmazsa, gününü axşama kimi siqaret pulu üçün, soyuq ayaqqabı, paltar pulu üçün işləyirsənsə, yəni bir məqsədin yoxdursa, bu yəni siqaret almaq məqsəd deyil. Yəni onun üçün pul qazanmaq o məqsəd sayılmır. Sən öz məqsədinin arxası ilə getdikdə, sənə əminliklə deyirəm ki, sən daha da pozitiv olacaqsan və həmin məqsədə çatdıqda ondan daha pozitiv qalacaqsan və daha güclü olacaqsan. Ona görə də məqsədinizin arxası ilə gedin. Məqsəd varsa da uğur qaçılmazdır. Biraz mən tez-tez danışıram, çünki video tam qısa olsun, uzun olduqda onu montaj edəndə mən ölüb dirilirəm. Nəticədə də bunu demək istəyirəm ki, uşaqlar, əziz millət, pozitiv qalmaq istedad deyil, bacarıqdır və bu bacarıq hər gün kiçik məqsədlərlə inkişaf edir. Yəni, hər şey kiçik bir nöqtədən başlayır və böyüyə gedir. Ona görə də məqsədinizin arxasından gedin. Mənim bu gün burada olmağım, yəni mən bu gün komfort bir zonada deyiləm, amma bu gün qarşımda mikrofon, kompüter, kamera olmağı mənim məqsədim olur. Mənim xəyalım olur və mən şükür Allaha ki, özümə uyğun bir şey yaratmışam. Amma tam o qədər də komfortda olmasa da, amma nəsə etmişəm və edirəm. Edə gedirəm. Və gündən-günə də uğur qazanıram. Çünki mənim məqsədim var, mən milyonerlik, yəni milyonluq yola çıxmışam. Və bu milyonluq yolda uğurlar da qazanıram, ziyanlıqlar da edirəm, təcrübələr də qazanıram. Bunların çoxsunu mən paylaşmayacağım da elə. Çünki tezdir, mənim bir o qədər də vaxtım yoxdur ki, mən ancaq bu sistemdə oturum. Mən səhər saat 6-da işə gedirəm, axşam 8-də gəlirəm, yorğun oluram və daş arasında belə mən video çəkirəm. İşdə ola sosial şəbəkələri idarə edirəm. Yəni sizin üçün hala kiçik görsənsə də mənim üçün çox böyükdür. Hal-hazırda böyük kütləyə sahib deyiləm, amma ki vaxt gələcək mən də böyük kütlərin sahibi olacağam. Çünki məqsədim var və mən bu məqsədin arxası ilə gedirəm. Mən düz yolla gedirəm. Düz yol nə qədər çətin olsa da mən davam edəcəm. Çünki məqsədim var. Siz də məqsədinizin arxası ilə gedin. Yəni bir şeyə inandıqda o sizə görə doğrudur. Qıraqdaşlara görə o doğru bir şey deyil. Yəni ki, bir şeyə inanırsansa onun arxası ilə get. Onu əldə etməyə çalış. Qıraqdan nə qədər müdaxilə etsələr də sən onlara fikir vermə.
Sən qıraqdaşların fikrinə fikir versən, onlar səni keçəcək. Amma sən geridə və olduğun yerdə qalacaqsan. Ona görə də videonu sonlandırıram. Hər birinizə bol keş və uğurlu günlər arzu edirəm. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Videomuzda həddindən artıq çox boşluq var. Çünki mən ilk dəfə uzun video çəkirəm. Bundan əlavə yenə deyirəm. Montaj işləri də bir o qədər çox vaxt aparır. Sizin 40 saniyəlik baxdığınız videonu mən tam 3 saata hazırlayıram. Ona görə də kanalımıza dəstək olsanız, videolarımızı bəyənsəz, mən də sevinərəm, daha çox pozitiv olaram və faydalı videolar göndərirəm, sizlərlə paylaşıram. Bu qədər. Videonu sonlandırıram. Hər birinizə təşəkkür edirəm. Buraya qədər izlədiniz. Sağ olun.